Və aleykum assalamətullah. Sual belədir ki, deyir, Tovfid səhifələrində namaz qılan adama qılıb bitirəndən sonra başqa birinin ona Allah qəbul etsin demək bəyənilmir. Olmaz. Sualım ondan ibarətdir ki, niyə bu cür demək olmaz? Xoş bir söz kimi. Ümumiyyətlə, İslam dini kamil və şamil dindir və İslam dinində hər bir məsələləri, hər bir deyiləcək söz, ediləcək etiqad, ediləcək əməli Allah Subhanahu öz Peyğəmbəri Muhammed sallallahu aleyhi və sələmə nazil edib və Allah Rasulunu bəyan edib və bizlərə çatdırıb. Əgər bu dediyiniz Allah qəbul eləsin, namazdan sonra bir-birinə edilən dua ki, Allah qəbul eləsin, xoş söz olsaydı, yaxşı söz olsaydı, o zaman Muhammed sallallahu aleyhi və sələm bu xeyri öz sahabələrinə öyrədərdi və sahabələr də bizə gətirib çatdırardılar. Amma Allah Rasulunun öz sahabələrinə deməməsi və sahabələr də bunu bir-birlərinə deməməsi onu göstərir ki, söz zahirən xoş söz olsa da belə, amma şəriətə müxalifdir. Yəni, şəriət hər yaxşı sözü yaxşı söz kimi yayılmasının qarşısını alır. Yəni, əgər bir söz yaxşı olsaydı şəriətin gözündə, şəriət onu bizə çatdırardı. Əgər bu şəriətdə varid olmayıbsa, deməli, hər şey insanların gözündə yaxşı görsənən şey, o şəriətin gözündə yaxşı görsənməyə bilər. Ona görə şəriət ağılla deyildir. Biz bəzi hallarda düşünürük ki, yox, bu cür olsaydı daha yaxşı olardı, belə olsaydı daha yaxşı olardı. Amma unutmayın ki, Əli radiyallahu anh məşhur bir sözü var, deyir ki, əgər deyir, şəriət ağılla olsaydı, o zaman coraba məsi əyağın üstündən yox, altından çəkərdi. Çünki insanlar altı ilə hərəkət edirlər. Bu deməkdir ki, bəli, şəriət sənin, mənim ağlımla, istədiyimlə, düşüncəmlə, fikirləşməyimlə deyil. Şəriətin sahibi, şəriətin necə nazil edibsə, və biz də o cürdə əməl etməyə çalışmalıyıq.